Salam dostlar. Bugünkü söhbətimiz bir qədər maarifləndirici xarakter daşıyır. Ona görə ki, mən bir çox tanışlarda söhbət zamanı müşahidə edirəm ki, əksəriyyət yerli yersiz öz xəstəliyi barədə danışmağı xoşlayır. Biri ilə rastlaşırsan, hal-əhval tutursan və bir qədər sonra başlayır öz xəstəliyi haqqında danışmağa. Biri deyir, mənim qıçım ağrıyırdı, biri deyir, mənim qolum ağrıyırdı, biri də başım ağrıyırdı və s. Uzun uzadı öz xəstəliklər tarixçəsi haqqında danışırlar. Sanki bunların xəstəliyi dünyada ən vacib məsələdir və bundan başqa dünyada heç bir vacib məsələ yoxdur. Onları nəzərinə çatdırmaq istəyirdim ki, əziz yoldaşlar, bu yaxşı xüsusiyyət deyil, bu qarşıdakı adama hörmətsizlikdir. Həm də sizin özünüzə qarşı hörmətsizliyinizdir. Bir növ siz öz məsuliyyətinizi başqasının qarşıdakı adamın çiyninə qoymaq istəyirsiniz. Elə bir sən həkimsən, nəsən, sən buna dərman yazmalısan, resept yazmalısan, xəstəxanaya göndərməlisən. Xəstəlik haqqında insan ən yaxşı halda həkimə danışmalıdır. Kənar adama danışmaq bunun mənası yoxdur, o başqa adamları yükləməkdir. Həm də bu başqa adamlara bir hörmətsizlik əlamətidir. Heç bir dəfə soruşmur ki, sənin vəziyyətin necədir, bəlkə sənin bir narahatlığın var, bunu da bir nəzərə alın. Bu maarifləndirici söhbətdə sizin nəzərinizə çatdırmaq istəyərdim ki, yaxşı olar ki, siz təkcə mənə deyil, heç kənar adamlara da öz xəstəliyiniz barədə uzun-uzadı danışmayın. Odur ki, yaxşı olar ki, siz belə xüsusiyyəti özünüzdə islah edin.